Əliyev danışılır, diktator adlanır ki, bu kanal bu şey üzə çıxartıbdır. Bunun Türkiyədə olması, ibarə gedib orada yeyib içməsindən gedir söhbət. Və orada hər dəfə gedib gələndə bunun gözünə bir Azərbaycanlı xanım çıxır, xoşuna gəlir və başlayır bunlarla yaxınlıq eləməyə və 9 aydan sonra həmin xanım gəlir Bakıya. Və çıxır bunun qəbuluna gedir ki, qayıdır deyir ki, mənim görürsən ki, uşağım olacaq, bu səndəndir bu. İlham da deyir ki, laf yaxşı, əgər doğrudan da bu məndəndirsə, bunun qanunu yoxlayırlar, yəni üzə çıxartır ki, doğrudan da bu uşaq bunun özündəndir. Çünki İlhamın xüsusi, yəni ki, bu xaltiri var, hansı ki, bunun məsələlərinə baxır və əgər orada uşaq olursa, onlara pul ayrılması ezadı məsələsinə və burada İlham bunun üçün Bakıda bir villa, ev, eşikzad və 10 milyon da pul ayrır qoyur orada ki, yəni ki, uşaq böyüsün. Yəni bu məsələyə yəni şey edir və İsveçrədə də ayrıca bir ev ayırır bunun üçün və orada da yəni ki, bunu şey edirlər, baxırlar, qulluq edirlər və İspaniyaya rahat gedib gələ bilir. Hardasa 200 milyondan yuxarı evro çıxıb ya dollar çıxıb. Bu İlham Əliyevin şeyi başı, İlham Əliyevin o nə ben pişiyin boyda bir şeyi var, şeyinə sahib çıxa bilmir, gedib valikləri qayırıb, valikləri harada bazlıq eləyir, baxırlar qazdır da qaz, bazlıq eləyir gəlirlər, bazlıq eləyir gəlirlər. 200 milyon. Mən sənə burada bir söz deyim. Buyur. İnan ki, ətrafında bir dənə bunun qadın olmaya İlhamın. İt ayağını qaldırsa da orada tutmasa. Çıxıb deyirlər, Zəki dayı deyirlər, 3-cü yerə çıxıb, bıcırıq 3-cü yerə. Bəli, 3-cü yerə, amma deyirəm ki, birinci, ikinci yer onda yox idi. Yəni, ola bilməzdi ki, bu birinci ki. Yəni, o pul Zəki ilə ödənsin, 3-cü yerə də ki. Mən belə şeylərə fikirləyən deyiləm, bir dəfə Eurovision Azərbaycan gəldi, orada kimsə qalib oldu mu, yoxsa nə oldu mu, nətər oldu, kim nətərsə oldu. Dedim, yəqin bəlkə bu qalib zadı, ya nəsə yer tutubdu, ona görə Eurovision Azərbaycanda keçirlər. Sən demə, 200 milyon dollardan çox İlham Əliyev bir balasına pul tökürdü. Tez 3-cü yerə çıxıb ya çıxa bilir. Bu nə uğraşdırdı başımızı açılar. Baxın, indi Rusiya mediası açıqlayır bunu. Bu İlham Əliyev, bu gəmilərdən olanlar başımıza bir bəla. Bu yetimçə bir bala. İlham Əliyev, şeyinə sahib çıxamırsan mən sənə. Ayıp değil mi? Сейчас будет жарко. В этом видео все, за что вы обожаете мой канал. Тайны, нефть, интриги и позор. История начинается в 90-х, когда один носатый диктатор зашел в казино в Турции, где случайно поймал удачу в лице работницы из Баку. 32 yaşı var ya bu Safuranın. Bu da məndə var da doğum tarixi burada hamısını göstərə bilərəm sizə. Hələ qoy baxaq göstərəcəm. Buna bax, İlham Əliyevin qızıymış, barda bazlıq eləyir, barda. Barda. Özü oxşayır, Leyla'ya da oxşarlığı var. Leyla'ya da oxşarlığı var. Diqqətlə baxanda. O dəqiqə gör. Через 9 месяцев она вернулась домой, уже с животом. Прошли годы, и нефтяной кошелек папаши распахнулся. 10 миллионов долларов. Не на дороге, не на медицину, а на сцену Евровидения. Ради одной цели – сделать из внебрачной дочери настоящую звезду. Но судьба умеет смеяться. Звезда так и не взошла. Лайк, подписка и поехали в это грязное, но роскошное путешествие в мир секретов, отцовской любви и провала на глазах у всей Европы. Евровидение когда-то был конкурсом, сегодня стал анекдотом. Шоу смотрит не ради музыки, а ради забавы, ради того, чтобы почувствовать себя нормальным человеком на фоне всего этого зоопарка. Dəyərlənmədəm, İlham Əliyevin qızı 200 milyon dollardan çox pul qoyublar Eurovision çıxartma. İlham Əliyevin gizli saxladığı qızı. Fikir verin. Öz də təbliğ eləyir orada. Bilir ki, atası cins, ölkəndə cins çevirir. Цивилизованный мир воспринимает это как большой костюмированный цирк. Но есть одна страна, где к этому относятся как к битве за Берлин. Не страна, а скорее династия. Политический клан, уверенный, что победа в Евровидении – это победа национальной идеи. Мы очень рады, что в этом году конкурс Евровидения будет проходить в Баку, и это огромная возможность. Им мало нефти, мало дронов, мало фантомных побед в Карабахе. Нужна еще победа на сцене, где мужчина в парике поет на языке, которого не существует. Почему? Потому что телевидение. Потому что великая культура, выраженная в трехминутной поп-песне, написанной в Швеции. Дрип-дроп, как говорится. Каждый год в Баку тратятся миллионы долларов в подготовку, которая больше похожа на спецоперацию. Закулисные договорники, коррупция, покупка голосов. Главное – не победа. Главное, чтобы Мехрибан Ханум была довольна. Сегодня я верну вас в 2010 год. На сцену Евровидения выходит красивая девушка из Азербайджана. Сифури Элизади, а точнее Сафура Салим Кызы Алиева. Ее мама в 90-х работала в одном закрытом заведении в Стамбуле, куда регулярно заходил один очень влиятельный человек. Спустя годы он пообещает Сафури победу. Gəlir üzünə durur ki, səndən 10 milyon pul verir, get uşağı böyüt, zaman da pul verir. Sonra da baxır ki, qız bunu meyilli də oxumaqasa da. Sonra da nə edir? Sonra da nə edir İlham Əliyev? Nə istəyirsən? Eurovision'un qalibi olmaq istəyirəm.
Aya da Michael'ın müəllimi qalmır, Jackson'un, nə bilim nə qalmır, hamısını tökürlər. 200 milyon dollardan çox pul xərcləyirlər İlham Əliyev öz qızının necə deyim tanınması üçün. Aya bu Ümumi 250 milyon pul xərclənib. 250 milyondan yuxarı pul xərclənib.